BMT-nin Sivilizasiyalar Alyansı tərəfindən Əriyyət şəhərində təşkil olunan 11-ci qlobal forum çərçivəsində dekabrın 14-də UNAOK Dostlar qrupunun yüksək səviyyəli görüşü keçirilib. Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib. Bildirilib ki, görüşdə çıxış edən Mədəniyyət Naziri Adil Kərimli Azərbaycan Respublikasında tarixən formalaşmış tolerantlıq mühiti barədə məlumat verib. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin müxtəlif millətlərin, etnik qrupların və dinlərin nümayəndələrinin qarşılıqlı dialoq və anlaşma şəraitində birgə yaşayışı ölkədə vətəndaş həmrəyliyi və sabitliyin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır. Fikirlərini diqqətə çatdıran nazir mədəniyyətlər arası dialoqun təşviqi, multikultural dəyərlərin qorunması və mədəni diplomatiyanın beynəlxalq əməkdaşlığın inkişafında rolunu vurğulayıb. Forumun yüksək səviyyədə təşkilinə görə Səudiyyə Ərəbistanı Krallığı hökumətinə təşəkkür edən Adil Kərimli, UNAOK-un qlobal dialoq və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsində mühüm beynəlxalq platforma olduğunu xüsusi qeyd edib. Çıxışda Azərbaycanın UNAOK ilə əməkdaşlıq çərçivəsində dinlərarası dialoqun təşviqi istiqamətində həyata keçirdiyi təşəbbüslərə toxunulub.